Deməli, deyim OTK 20 sınaq. Burada 6-cı bölməni işləyirik, algoritm. Algoritmi başladıq işləməyə. Deməli, kimdən başlayaq? Nəzrin, birinci sualımıza baxaq. Deyir ki, algoritmin xassəsi deyil. Hansıdır? Nəzrin, eşitirsən bizi? Nuray, sən cavab ver. 7 orada mənim. Bəli, adekvatlıq. Bu nəyin xassəsidir? Çünki İnformasiyanın bəli, xassəsi. informasiya. Salam müəllimə. Salam, salam, sağ olun. İkinci sualımıza keçək. Fatih, bax ikinci sualımıza. Ekranın ayarlarına çox toxunmuyor, xahiş edirəm. Aha. Algoritmin növünə aid deyil. İkinci sual, Fatih, hansılar deyil? Mürəkkəb, diskret, bir də müəyyən. Bəli. Xətti var idi, dövrü və budaqlanan var idi bizdə. Üçüncü sual. Algoritmin kütləvilik xassəsidir. Sübhan, buyur. Müəllim, kütləvinin xassəsi cavab A bəndidir. Eyni olan məsələlərin hamısında işə yarayasın. A bənd. Bəli, yararlı olması. Düzdür. Keçdik dördüncü. Nəzrin, eşidirsən də bizi qızım. Bəli, bayaq açamırdım. Aha. Dördüncü suala bax, görək necə edirik. Nəyə baxırıq? OTK-dan, onda sən aç, ona qədər Nahid baxsın, sonra sən qayıdarsan. OTK-dan 20 dənə testi atmışam. Yəni, bax, zəhmət olmasa PDF-ni atmışam qrupa. Neçənci bölmə? 6-cı bölümü algoritm. Nahid, necə edirik? Dördüncü sualdır müəllim, bəli. Bəli. A deməli 3-dür. 3-nə 4 gələndə A olacaq 7. Sonra B olacaq. Yəni, sualı doğru oxu. A. Algoritm Hə, fraqmentindən yeni. sırayla gedir, həfişə. Elə bildim ki, nəticəni verib istəyir. Bəli, buyur. A 7-dir. Sonra B olacaq 21 çıx 5, 16. A sonra olacaq 16 üstəgəl 7, 23. Yəni B olacaq deməli 32 olacaq çıx 20. 23, o 9. C. 9, düzdür. 5-ci sual. Kim qaldı bizdən? Altay, bax. 5-ci sualda 40 da daxil olmalıdır. Ona görə A variantı. 5-ci sualda. Biraz açıqlama ver bizə, necə edirik? Yəni hər dəfə üstünə 2 gəlir. I onsuz da 2-dən başlayır. 40 da daxil olmalıdır deyə I böyük deyil 40-dan A variantı. Bəli, doğrudur. Altıncı suala keçdik. Aha. Altıncı suala. Nuray, bax, sıra sən gəldi yenə. Nədir? Deyir, algoritm fraqmentin icrası nəticəsində X dəyişəninin qiymətini müəyyən edin. Necə yazar? X 20-dən 10 elə bir 20-dən kiçikdir. Hər dəfə 20-dən kiçik olan 15 olur, bu birisi 23 olur. Sonra 20 olur, o birisi 26 olur. Axırıncıda da 25 olur, 29 olur. Bu birisində də bir dəqiqə mən bir dəqiqə hesablayım. Yazmadın, gəl yazaraq elə ki, karıxma. 10 verdi. Aha, dedi ki, X kiçikdir, bərabərdir Y-dən.
Həyə Şərtimizi gedir. ödədi. Həyə getdi. X nə 15. oldu? 15. Düzdür. Y-də 20. 40 da oldu 23. Yenə də kiçikdir. İndi nə oldu? X 20 oldu. Y 26. Hı -hı. Yenə də kiçikdir. Sonra Doğrudur. 25 oldu. Y 29. Hı -hı. X oldu 30. Y oldu 32. X oldu 35. Y oldu 35. Yox, Yenə 35 bərabər. niyə ki? 30, 32 olanda hə, Üstünə 3 gəlir. düz deyirsən. 35. Bu da oldu. 12 həyə gedir. X axırda 40 olur. Y-də 38 olur. Toplayanda da Yox, 78 niyə çıxır. ki? Deyir ki, x Bərabərdir axı kiçikdir, mənim mənam. bərabərdir y-dən. Hə, yenə də Həyə gedir. bərabərdir. Düz deyirsən, düz deyirsən. Düzdür, 40. Bu da nə O oldu? birisi 38. 38, hə. Hə, yoxladım, düzdür. Oldu Çıxışda 70. bunların nəyini istəyir? Cəmini istəyir. 78. Doğrudur. B bəndi. Hı -hı. Daha sonra neçədə gəldik? 7-ci suala gəldik. Fatih bax. Burada y 21-dirsə, İndi 2y nəticəni 1. istəyir də, düzdürmü? Yox, Son nəticəni verib ilkin qiymətləri istəyir. 2y plus x 21-dir. Sonra x çıxılsın 2x bərabərdir 2y-ə. X y-ə bərabər olur orada. İndi x-in yerinə nə qoydun burada? X-in sonuncu qiyməti 2y çıxılsın x qoydun da, doğrudur. Xeyr. Bu şey 2y plus x y-dir də 21-ə bərabərdir. 2x-dəki yuxarıdakına görə 2y-ə bərabərdir. Yəni x-dən y yuxarıda bərabərdir. Yox, bu addımı keçdin sən. Bəs bu addım. 2y üstəgəl 2x, düzdür, 21-dir. X-in son qiyməti nə olub? 2y çıx x olub da, qoydun yerinə. Nə oldu? 4y çıx Ha, x 21 oldu. Aha. İndi y-in yerinə nə qoyacaqsan ona baxırsan. Y baxırsan ki, ən son 2x olubdu. bildim. Ha, davam elə. Özün davam et. Sonra 4y çıx x 21-dir. Y-dəki 2x-dir. Yəni 8x çıxılsın x 21-dir. X-ə 7 qalır. Yox, 3 qalır. 5, Sonra 3. 3 də bərabərdir x çıx 5-dir deyən x-ə 8 düşür. Bəli, bu tapdığımız sonuncu 3 olduğuna görə nəymiş deməli? 8 imiş. Bəli. Bir saniyə. Aha. Keçdik digər suala. 8-ci suala. Sübhan bax. Müəllim, burada demək bizə şərtdə veribdi ki, daha doğrusu şərt blokundan sonraki hesab blokunda S bərabərdir, S üstə gəlinsin, I bölünsün P. Bir də orada var ki, K mənfi K-ya bərabərdir. Yəni burada işarə bir müsbət, bir mənfi gələcək. Özdə orada P üstəgən I vur K var. Yəni P-nin işarəsi. Sözüm, yəni məxrəclər olan işarələr bir mənfi, bir müsbətlə. Daha doğrusu bir müsbət, bir mənfi ilə getməlidir. Yəni B bəndində baxıram ki, 1 üstəgən 2, 1 üstəgən 2, üstəgən 3 hamısı müsbətlə gedib çıxıram. C bəndi də o qaydada məxrəc toplamalarla gedibdir. Sonra demək i hər dəfəsində bir dəfə artacaq. Çünki var ki, i bərabərdir i üstəgəl 1. Bu o deməkdir ki, birinci dəfə mən i-yə 1 verdiyim zaman zaten i-yə 1 verilibdi. İfadənin qiyməti 1 olacaq. İkinci dəfədə artıq i bir vahid artacağı üçün i burada 2 bölünsün məxrəcdə p-nin qiyməti olmuş olacaqdır. Yəni y bəndi ilə d bəndində amma bütün hamısında sürətdə 1 ilə gedibdi. Mənə də sürət elə olmamalıdır. Bir dəfə 2 olmalıdır, 3 bu sayda artmalıdır. Deyilən y də səhvdir onda. Cavab A bəndi qalır da. Daşla yazdım. Necə?
Çıxaraq yazdım da, düzdür? Bəli, bəli. B bəndi ona görə Yerinə tutun. rəqəm qoysan, verilən rəqəmləri qoysan yerinə. Qoyun. Qoy. Demək, birinci şərtdə veribdi. I n-dən kiçik və ya bərabərdir. Bizə saniyə yazın. Hı -hı. S0. Müəllim, birinci dəfədə onda mən burada birinci hesablamanı eləyəndə S bərabərdir, S üstə gələn P olacaq. S zaten sıfırdır. Sıfır üstə gəlsin I böl P. 1-i də 1-ə böləndə 1 eləyəcək. S'imiz oldu 1. Ondan sonra Eləsən bəsdir. Onsuz da. necə? 3 addım etsən bəsdir. Aha, sonra I bərabərdir. I-ni bir vahid atdım. I 1-i daxı buradan. Hı -hı. Olacaq 2 birbaşa yazdım. Bir də K mənfi K-ya bərabərdir. Bunu da belə qeyd edeyim. K-mız da 1 idi. K olacaq mənfi 1. Da belə yaz. K olacaq mənfi 1. Sonra burada gəlib veribdir ki, P bərabərdir. P üstə gəlinsin. P-ni 1 veribdir. 1 üstə gəlinsin. I vur K. İ'miz də 2 tapmışıq deyən. 2-ni də vuracağıq. K'mız da mənfi 1 olduğu üçün elə bil ki, I çıx 2 olacaq. Bu da elədi mənfi 1. Sonra ikinci addımdan. I n-dən kiçikdirmi? Demək. N bizə daxil edilən hər hansı bir natural ədəddə. Məsələn, mən n-i daxil etməyi unutdum başda. Dedim N-ə elə, məsələn, dedik 3 elə. 3 hə, addım. 3 eləyim ki, Ha. qısa olsun. İndi baxıram. 2 3-dən kiçik və ya bərabərdirsə düzdür, şərt ödəndi. Sonra S olacaq 1, S-in əvvəlki qiyməti üstə gəlsin I böl P. 2 böl mənfi 1. Yəni çıx 2 olmuş olacaq da mənfi 2. Mənfi 2. Bu da elədi mənfi 1. Demək S-in qiyməti mənfi 1-dir. Sonra I-ni eləyəcəyik 3. K olacaq müsbət 1-ə. Çünki mənfi 1-dən kiçik. P də bərabər olacaq. Mənfi 1 üstə gəlinsin. Demək 3. Bu da elədi 2. Sonra üçüncü addımı yazıram. Üçüncü addımda da N-i 3 götürmüşük. I 3-ə bərabər olduğu üçün. Yəni Sən birbaşa hesablayırsan, 1 çıx 2 kimi sıranı saxlamalısan axı. birbaşa qiymətini yazmayım onda. Yo, sıra verməlisən axı sən. Bax, bu da sıra formasında istəyir S-i. Sən Onda belə birinci yazın. Hə. 1 tapdın, sonra Sonra 1 çıx sənə 2 tapdın. olacaq. 1 çıx 2 kimi tapmışam. Uşaqlar, 1 bu çıx. ekranla oynamayın, xahiş edirəm. Hə. Deməli, Hə, X-in yerinə 1 qoydun. Daha doğrusu i-nin yerinə 1 oldu. S oldu. 1 bölünsün. P də 1 oldu. İ-ni artırıb 2 eləyəndə e, düsturunda oldu ki, uşaqlar imkan versələr baxacağım. Hı. Aha. İ-ni artırıb 2 edəndə oldu ki, S üstə gəlinsin. İ, yəni 2 mənfi 2. bölünsün. 2-də hələ ki mənfilik yoxdur axı. Heç 2 müsbət. Hə, siz hələ birinci addımı deyirsiniz. Hə, hə, hə. Birinci Birinci addım addım. yazdım. 2 bölünsün. P'miz də nədir? 1 çıxılsın 2. Burada yazmışam. 1 çıxılsın 2. Hə, düz elədim. Üçüncü Aha, addımda da 3 sonra qoyanda bura 3 oldu. Aha, davam elə. 3 bölünsün. Hə, bildim necə deyirsiniz. Hı. 1 çıxılsın 2. Bu səfər üstə gəlinsin. 3 olmuş olacaq. A bəndi Sonra göstərir. A bəndi. Mən elə variantı çıxaraq tapmışdım da. Yəni çünki ona görə əsaslandırmamı belə götürdüm ki, bu K-nın mənfi müsbət ardıcılığı məxrəcə aiddir da. Amma baxın B bəndində məxrəcdə hamısı eyni işarə ilə gedib. C bəndində də. Ona görə Doğru onları deyirsən, amma indi videoya baxanda uşaqlar bilməlidir də, həm də həll yolunu ona görə. Hə, başa düşdüm. 9. 9-cu suala. Məryəm, buyur. Bir dəqiqə açsam sualı. Hı. Tamam, sən o sualı aç, ona baxarsan. Altay bax 9-a. Bir dəqiqə müəllimə.
Deməli 9-da birinci x3, y2, z6-dır. Hı. Birinci şərtimiz y-in x-dən böyük olmamasıdır. 2 3-dən böyük deyil, ona görə yoxa gedirik. Sonra z-lə y-i müqayisə eləyir. 6 2-dən böyükdür. Ona görə x bərabər olur, x üstəgəl y. Deməli, burada x olur 5. Sonra d-ni də verib ki, x üstəgəl z, x 5-dir, z də 6-dır. Ona görə də d olur 11. Cavab A variantı. Hı. Doğrudur. 10-cu suala bax Məryəm. Açdın. Tapa bilmirəm. Bu hardadır? Qrupa atmışam qızım. Qrupda. Oradan 6-cı sual işləyəsən. Aha, 20-li sınavdan bəli, bəli, al- 6-cı bölməni. Fatih bax 6-ya. Ona bax. 6 deyirəm. Ona bax Fatih. Hı, Baxıram. X -9-dur. Y 2-dir. X bərabər olur -7-yə. Hı hı. X-ə Y-dən kiçikdir. Təzədən qayıdır. 2-yə bərabər olana qədər toplayacaq. Hı. 2-dən böyük olana qədər. Deməli, Yəni, x, y çəkək ki, çarpıya. X -3 -9 olur. oldu. Bu da oldu 2. X oldu -7. Uşaqlar, Nəzri sən eləyirsən, deyərsən qızım, ekrana toxunma. Mən yazdığım yerdə gedir yazdığım şey. Hı -hı. -7, 2, -5, 2, -3. 2, -1, 2, yenidən 1, olur. 1, 2, 3, 2. Aha. 1, 2, 3, 4, 5, 6, 7. 7 dəfə yoxlanır şərt. Şərti deyil, neçə dəfə elədik sualda. Yox, 7 dəfə elədik ki, 6 dəfə oldu. 6 dəfə oldu. Yox, yox. 1, 2, 3, 4, 5, 6 dəfə. 7-cidə daxil olmadı Fatih. 3 kişidir, 2-dən yoxa getdi. Aha. Keçdik 11-ciyə. 11-ci sual. Məryəm açdın qızım. açdım. 11-ci suala bax. Diskretli idi burada. Alqoritmdə məsələn həll prosesinin sadə addımlarla getməsi bəli diskretlikdir. 12-yə də bax elə. Asan idi. 12-də Hı. D-dır məncə. Məncə yox, həll eləməliyik. Nə deyir gör. 3-ü 2-yə vuranda 6. 6-ın üstə 5 gəl. Qədərindən 32 almalıyıq. Düzdürmü? Hə. Hı. D bəndində 1-in 2-yə vuranda eləyir 6. 6-ın üstə 5 gələndə 11. 11-i təzədən 2-yə vuranda 22. 22-nin üstə 5 gələndə 27. 27-nin üstə 5 gələndə 32. Doğrudur. Doğrudur. Düzdür. Düzdür. 13-cü sual. Nəzrin bax. Yoxsa Nahiddə idi sıra. Nahid bax. 13-də deməli müxtəlif ilkin qiymətlər kütləvi olacaq. Kütləvilik yox. Kütləvi olmayacaq. Nə deyir? Giriş verilənlər üçün yararlı olması. Düzdür, kütləvilikdir. Düzdür. Düzdür. 14-də də bax. 14 də asandır. 14-də də başlanğıc son olacaq. Y variantı. 14-də baş giriş və çıxış. Saniyə mən itirdim ona görə. Əlim dəydi, sürüşdü. Bir saniyə tapım. Hə. Verilmiş həndəsi fiqur, alqoritmin əməli, verilənlərin daxil olunması yox. Hə, başlanğıc və son yer bəndi. Doğrudur. Aha, 15-ci suala nəzrin bax. Xassələrini istəyir. Kütləvilik, diskretlik, nəticəlik. Kütləvilik, diskretlik, nəticəlik. Düzdür.
16. 16. Hı hı. Kimdədir sıra uşaqlar? Kimdən soruşmamışam birdən adları. Nuray səndir. 16. 16-da ad da mənim intizam. Nəyə görə fikrini açıqla? N plus 2 deyir, sıfırdan başlayır. Deməli düz ədədlərdir. Ona görə B ilə deyir çıxır. Orada da 100-dən kiçik yazıb deyə 100-ə qədər olacaq da. Aha, düzdür. Düzdür qızım. 17. 17'ye kimdədir sıra? Kimdən soruşmamışam? Deməli, Sübhan Nuray. Fatih sən bax. Bu F-dır kimdir? Ay, indi görəm. Fatih sən buradasan. Ebru'nun Fatih'ti F hərfinə görə. Heç gör səsini çıxardır. Fuat 17. Fuat Baxıram ben baxıram. səsin çox zəif gəlir. Biraz səsinə Yaxşıdır belə. biraz da. Da biraz yox. İndi yaxşıdır. İndi yaxşıdır. 17 buyur Fuat. Bir dənə baxım. Allah biraz icrasını söhbət edək. Hı hı. Mən burada həll edirdim ha. İzah elə də. Ha, bayaqdan necə gedirik? A 1'dir. B nədir? 1024'dür. Hı hı. Yəni birinci şartı sonra B'dən çıxdı. B'yə gedir. Aha, sən də tənlik qurmalısan ki. A-nın üstünə neçə dəfə gəlinəcək 2, B-dən də hər dəfə 3 çıxılınacaq. Nə vaxt kiçikdir, bərabərdir şərtini ödəyər. Qur görək tənliyi. Dəqiqə tez dəftərdə quram. Yəni Yox, dəftərdə demə. Denən mən yazacağım. Sən de mən yazım. Hı hı. Fuat. Fuat eşitirsən məni? Fuat getdi. Sübhan. Telefonda problem var mı deyəsən. Bayaqdan bəri danışırdım. Aha, denən. Tənliyi də yaz. Bərabərsizlik kimi elə şey var. Ha, yoxsa Ha da, ha. De görüm necə yazırıq. unutmam. A-ın bərabərdir 1 üstə gəlsin n-2 elə Necə? n-lə 4-ün qiymətindən də yaxın. Onu da n adlandırdıq da. Nə qədər olacaqdı? Hı hı. Sonra da bn bərabərdir 1020 deyil. Həm 1024 çıxılsın n üstün 3. Belə. Nə tapırsan oradan? Oradan da məlumatlar bərabər istəyirəm. Səsin o qədər qırıq gəlir ki, mən sənin nə dediyini başa düşmürəm heç. İnternetin zəifdir, nədir? Sübhan, sən yaz da bunu. Müəllim, burada demək A-nı 2 faiz artırıram. Bunu belə yazsın. A-nın başlanğıc qiyməti 1-dir. Üstə gələcəm 2 vurulsun n sayda addım. Hı hı. N sayda addım. Bir də kiçikdir və bu nə vaxt yox olacaq? A B-dən böyük olanda. Yox şərtini götürürəm. B-ni də 1024-dür. Başlanğıc qiymətin. 3 n-ə vuracam. Yəni hər birinin addım sayı bərabərdir. Demək burada belə olacaq ki, bununla bu gələndə 5-in Hı. 1023 eləmiş olur burada. Hər tərəfi 5-ə böləndə burada nə alınır? A-nın başlanğıc qiymətini qoydun, hər dəfə 2n olaraq artır. Aha, artırmışam. Və bu, yəni n-də dövr sayımızdır və bu da 1024-dən, yəni B-nin başlanğıc Hər qiyməti dəfə 3-ü çıxart. 3 dəfə azalır. Yəni n dövr qədər 3 azalacaq. Aha. 5n kiçikdir 1023. En kiçikdir nə oldu burada? 204 tam 5-də bircə saniyə 2 4 0
204,5-də 3 eləyir, səhv etmədimsə. Buna görə eni də bir vayd yuxarı götürəcəm da. Çünki 204 götürə bilmərəm deyin. En olacaq 205. Hı hı. En olacaq 205. İndi bir dəqiqə məndən nə istəyir şərtdə? Bizə saniyə baxım deyəcəm indi. Bir də B-nin son qiymətini Hə, istəyir. vəsə, B-ni B-nin çox. də son qiymətini tapmaq üçün 1024-dən çıxacam 3 enin. Eni də tapmışam axı 205-dir. 205-i, bəli. 3-ü vuracam 205 ondan da 1024-dən çıxacam. İndi bir dəqiqə bunu hesablayım. 3-ü 5-ə vuranda eləyən 615, 1024-dən də 615-in çıxanda 9 düşdü. 409. 409 mu eləyir? Hə, 409. Doğru. Cavab B bəndi. Düzdür, Sübhan. Təşəkkürlər. Fuad, həll eləyə bildin səs problemini? Fuad. Fuad. Ama internetten de diyorsun. 18-i deyə bilərsən, Aydın, yoxsa qırılacaq səsin. 18-ə bax görək. Ya bu. Deyir ki, n bərabərdir 10-dur. Dim ifadəsi neçə dəfə çıxışa verirlər, çapa verirlər, n 10-dursa. Aha, necə idarə eləyəsən alqoritmi? A 3-dür. N 10-dur. Dim sözü deyir neçə dəfə çap olunur. Buyur Sübhan. Ay Sübhan deyirəm. Fuad, buyur. En böyükdür sıfırdan Fuad. Fuadda səs yoxdur. Məryəm, səndən davam edək. Buyur. Bəli. Aha, A 3-dür, N 10-dur. En böyükdür sıfırdan. Aha, onu birinci 3-ə böləcəm burada. Ay, səhv yazdım. Ki, neçə dəfə şərti yerinə yetirəcək? Gəlin sırayla gidik. 10 elə böyük rəqəm deyil ki. Dim sözün bir dəfə çap Hə? eləmək. Aha, sonra. Sonra bu Aha. neçə dəfə artırdı? Bir dəqiqə baxım. N oldu neçə? N oldu 7. Aha, 7 bir oldu. dəfə də çap elədi. Sonra təzədən 4 3 oldu. bir dəfə də çap eləyəcək. Sonra 1 1 olacaq. olacaq. Bir dəfə də çap edəcək. Sonra hələ də böyük olduğuna görə bir dəfə də çap eləyəcək. Aha, -2 oldu. Düzdürmü? Bir Aha. dəfə. Sonra yox şərti ilə ikinci hissəyə girəcək. Orada üstünə 4 gələndə olacaq 2. Yox, Bir gedən dəfə kimi çap. bax, getdi. Promote deyim sözün bir dəfə də çap elədi. Bax, promote birinci bu əvvəlki birinci hissəmiz bizdə ön şərtlidir, ikinci hissəmiz son şərtlidir. Ona görə 5 dəfə burada çap eləmişdi, indi bir də çap elədi. 6-cı çapını etdi. Aha, n nə oldu bizdə? N 2. nə 4 gəldi, 2 oldu, bəli. Sonra Bir dənə üstünə 4 gələndə olacaq 6. indi bir də çap edəcək. Düzdür? Sonra 6 Hı. 6. Aha, sonra Sonra 10 olacaq, bir də çap eləyəcək. 10 olacaq. Aha. 10 da N bərabər olanda bərabər yenə onun hə. bir Aha, dəfə də çap eləyəcək. 14 bu dəfə bitəcək. bəli, bəli, doğrudur. Cavabımız nə oldu? Nə dedi bizdən? Amma yoxa gedəndə də bir dəfə çap eləyəcək. Bax, yoxa gedir, bir dəfə çap edir, sonra bitirir. Yox hissəsində. 10 dənə oldu. 10 dənə oldu. Cavab D bəndi. Deməli, 19-cu sual. Neçə idi? 18 idi. Düz hesabladıq biz tamamilə. Bunu bir dəfə yazmışdıq. Biz məncə 9 idi axı cavab. Nəysə hesabladıq. Dim ifadəsi neçə dəfə çıxışa verirlər. Bu hissədə bir Onda dəfə verdik. 9 idi. Bunu yazmışıq da yadımdadır bunun cavabı. Nəyə səhv elədik ki? Buradan hə oldu. Yoxda da bir dəfə çap elədi axı. Burada 5 dənə idi. Bunu dəqiq baxdıq. Burada oldu neçə? Çap elədi. Oldu. Enin axırıncı yoxa Çap gedən qiymətindən neçə tapdınız eni? 10 idi.
10 deyil, 14 14 diyor. idi. 14. 14. Mənfi 2-də 5 dənə oldu sonda. 2-də bir dəfə çap elədi. 6-da bir dəfə də çap elədi. 10-da bir dəfə də çap elədi. Hə, 14 olanda çap eləmədi. 14 olanda yoxa getdi. Bir dəfə də çap elədi. 9 dəfə. Yazanda bir dənəsini artıq yazmışam. Aha. Gedişimizdə səhv yoxdur. Mən artıq yazmışam. 9 dənə çap oldu. 19-cu sual. Nuray bax qızım 19-cu suala. 19-da x kiçik bərabərdir -5. Yəni birinci ilə ikinci sətirdə olanları, bir də axırıncı sətirdə olan bir baxırıq. X birdən böyükdürsə, x -5-dən kiçikdirsə, o birisini necə yoxlamaya ehtiyac yoxdur. Bir də x-in 1-ə bərabərliyini yoxlayırıq deyə 3 olur. Aha. 4 dənə şərtimiz var idi. Dedik ki, x 1 olması bu birinci şərt. Bu ikinci aralıq oldu. X-in 1-dən kiçik olduğu ikinci aralıq. Burada da -5 hissəsi var. Ay Allah, lütfən tərpətdik. Bir saniyə. Aha. Aha. Deməli, ay uşaqlar, lütfən tərpətməyin, xahiş edirəm. Aha. İkinci hissə -5-ə qədər idi. Hı -hı. Nə oldu? X1 idi. 1-dən kiçik olması -5, -1. 4 dənə aralığımız oldu. 4 aralıq oldusa, 4 dənə şərt oldusa, şərtimiz də həmişə 1 dənə kiçik olurdu deyirdik. 3 dənə şərt blokuna ehtiyac olur. Doğrudur. 20-ci sual. Fatih bax 20-ci suala. Aha. Fatih. Baxıram. Hı. Burada birinciyə budaqlanan deyir. Budaqlananda şərt olmalıdır. Şərtə bağlı olmalıdır. Bu A ilə C uyğun gəlir. Neçənci sualdır? 20-ci sual. Aha, budaqlanan. 20. Aha, bir saniyə. Bu Birinci dedin hansı uyğun gəlir? A ilə C. A bəndi, bir də baxın. C bəndi, doğrudur. İkinci, Dövr algoritmdə dövr olmalıdır deyən B ilə D olur. Xəttiyədəki Y uyğun Y gəlir. olur. Doğrudur, doğrudur. 21-ci sual. Hı -hı. 21-ci sual. Mən baxım. Kimdədir sıra? Altay bax 21-ə. 20-də deyir ki, təkrarlanmayan bütün adımların tam yazıldığı burada xəttidir. 22-yə də baxım. Uşaqlardan biri yazıb qoşula bilmirəm. Ona cavab yazdım, ona görə fikrim getdi. Aha, 22-də nə yazdın? Heç bir budaqlanma Təkrarlanmadan xəttidir, ardıcıl düzdür. yerinə Aha, yetirən 22-yə xətti. də bax, 22-yə də bax. 22-də x-i 3 verib y-i 4. Hı Birinci x bərabər olur 4, y bərabər olur 2. -hı. Sonra x də gəl 2 olur 6, sıfırdan böyükdür. Ona görə yenidən dövrə girir. X bərabər olur 5, y bərabər olur 0. Yenidən qayıdır dövrə. X olur 6, y olur -2. Hı -hı. Yenə sıfırdan böyükdür cəmi. Ona görə yenə dövr eləyir. X olur 7, y olur -4. Yenə cəm sıfırdan böyükdür. Ona görə qayıdır yenə dövrə. X olur 8, y olur -6. Yenə qayıdır dövrə. Sonra x olur 9, y olur -8. Burada da yenə qayıdır dövrə. Sonra x olur 10, y olur -10. Burada artıq cəmi sıfırdır deyə Hı -hı. dövrdən çıxır. Cavabda Sıfır y istəyir, sıfırdan Y variantı. böyükdürmü? Yox cavabı alır. Y istəyir mənfi. Doğrudur. 23-ə Nuray bax. 24-ə də Nahid sən baxarsan.
Tapda x 63 qiyməti çap olub. Hər dəfədə 12 dəfə artır. 3-dən başlayırsa x. 3 plus 12 qız bərabərdir 63 eləyirik. Deməli 5 dəfə dövr eləyib. Sonra x bərabərdir, k bərabərdir, çaşdım. Em, Yazaq, qarışdırırsan desən, gəl yazaq. Aha. Bizə deyir ki, nəticədə sonda, yəni x 63 olubdu. X Hı. 63 olub. Bu zaman deyir ki, K-nın ən kiçik natural qiymətini deyin. Ən 5 kiçik deyirsə, yəni ən kiçik nə vaxt yoxa gedər? 100 kiçikdir 100-dən yox. yox. Düzdür? Aha. İndi K-nın son qiyməti 100 olacaqsa, biz tapmalıyıq ki, K-nın başlanğıc qiyməti nə olubdu? İndi x bərabərdir 3-dən. X 63 çıxıbdı. X-in üstünə neçə gəlib deməli Nuray? 12 qız bərabər 60-da 5 dəfə dövr eləyib. Aha, deməli ümumilikdə baxdın ki 60 gəlibdi. 12-yə böldün, dövrlərin sayını tapdın. Düzdür? 5 dəfə. 5. A Aha. plus 20 kiçikdir 100-dən, kalır 75. K-nın da üstünə ay sağ ol. 5 dəfə 5 gəlibsə 25 gəlib. Deməli K neçəymiş? K 75. 75 olub. İndi mən bilirsən nə istəyəcəm Nuray səndən. Sən bunun ən böyük qiymətini də tap gör. K ən böyük neçə ola bilərdi? Mənim bir dənə onu de zəhmət olmasa. K ən böyük neçə ola bilərdi? Ən böyük neçə ola bilərdi? Burada ən kiçik natural qiymətini istəyib. İndi mən istəyirəm ki, K-nın ən böyük natural qiymətini deyəsən. Nə ola bilərdi burada? Hı? 79 olsa, Ay sağ ol. 79. Yəni sən fikirləşməlisən ki, o zaman K-nın bir addım əvvəli 99 olubdu. 99 kiçikdir 100-dən. Hə, həyə gedib. Yəni ən böyük ola biləcək qiymət bir addım əvvəlində 99 olub. Bir addım əvvəldə 99 olubsa, üstünə də 5 gəlibdirsə, 99 üstə gəlib 5. Sonuncu alacağı ən böyük qiymət 104 olub. Sən 104-dən 25-i çıxırsan. Aydındır? Aha, bu da belə. İndi 24-cü suala Nahidə demişdim deyəsən. Nahid bax. 24-də deməli nəticə olaraq P-ni 36 verib. 4 dəfədir. Deməli burada N-in qiyməti neçə olub deyir. Hı. bəli, N də burada bizim dövrümüzdür də əslində. K kiçikdir, bərabərdir 3. K-ya da N-i mənimsədibdir. Aha, baxaq. Amma K-nı sonra dəyişir. Necə eləyərik Nahid? burada deməli Hı hı. Necə olar? P dəyişəninin çapa verilən qiyməti deyir 36-dır. 4 dəfədə cəmsi 4 olubdu. Dövr olubdu. Düzdür. P deməli sıfırdan başlayıbdı. P-nin üstünə hər dəfə K-ları gəlibdi. Və nəticədə nə olubdu? Sonda alıb neçə? Alıbdı qiyməti 36. 36. İndi gəl biz baxaq görə nə gələcək P-nin üzərinə. P 0 etmiş də, doğrudur. 3 dənə K gələcək üstünə. P-nin üstünə yox, K gəlib. Birinci K-nın özün gəlibdi. Doğrudur. Sonra nəyə gəlib? K çıx 2-ni gəlib axı. Hə. Sonra K çıx 4 gələcək. Sonra K çıx 4-ü gəlibdi. Sonra nəyə gəlib? 36 eləyib. K çıx 6-nı gəlib. Doğrudur. Bəli. Və cəmsi nə eləyib? 36 edib. Bu zaman nə olacaq? Davam et. 4K çıx 12, 36. 4K K, 12, 36. Aha. K4. 12, K12'dir. K bizdə olubdu 12. İndi bizdən nə istəyir burada?
Elə K-nı K də istəyir. Düzdür? 12. n idi onun. Ha, en K da endi onsuz da 12-ni istəyir. Bəs sağ. Bildim mən. 25-ci suala. 25-ə də sən bax, Nahid. X-in ilkin qiyməti 14 varsa, burada deməli X 14-dən böyükdürsə, hə gedir. X olacaq 11. S. Ee, Sonra X 11 birdən böyükdür. Gedir hə-yə. İyi Sən olacaq. 14 verdik, S-ə 0 verdik. İ'miz də 1 oldu. Aha. Deməli X olacaq burada 14 çıx 3, 2, 11 olacaq. X oldu Sonra 11. Aha. sonra 11 birdən böyük deyə gedəcək hər qoluna olacaq. 2 olacaq. İyi oldu 2. Aha. Sonra S bərabərdir. Deməli olacaq 2x yəni 22. Olacaq 22. Aha. Sonra qayıdacaq başa olacaq yenə x olacaq bu dəfə 8. Onsuz da X-i dəyişmir də, düzdürmü? Ha, X 3 azalacaq. Aha. İyi 8 olacaq 4. olacaq. İ olacaq neçə? İyi olacaq 4. İ olacaq 4. S olacaq 22 üstəgəl 16. 38. 38. Aha. Sonra yenə x olacaq 5. 5. Aha. İyi olacaq 8. İ olacaq. Sonra i yenə olacaq 10. Yoxa gedir deyə. Burada İ x olacaq. S İ necə S 10 olacaq. 12? Burada x Dəyişmədin axı burada 38-dən sonra 5 oldu. Bu oldu 8. S nə oldu? S-i dəyişmədin axı. burada 5 8-dən kiçik deyil axı ona görə yoxa gedir də. İkinci şərtdə. Bir dəqiqə. Bax, dedin ki, S oldu 8, I oldu 4. Düzdürmü? Oldu 38. Doğrudur. İndi Bəli. X-dən çıxdın 5. I-ni dəyişməmsən axı hələ. I 4 deyil hələ də. Hə. Onda i olacaq 8. I oldu 8. Aha. S nə S oldu? olacaq 38 üstəgəl 10 48. 48. Aha. İndi Sonra hə. X-dən 3 x olacaq. çıxacaq. X olacaq 2. 2. İndi sən deyəndə. Aha. İndi i olacaq 10. Ekran tərpətməyin. Aha. Bizə saniyə mənim ekranımı tərpətdi uşaqlar. İyi olacaq 10. Aha. S olacaq 48 üstəgəl 4 52. 48 üstə gəlinsin 4 52. Bəli. İndi Sonra yenə burada deməli x olacaq -1. -1. Aha. Yenə i olacaq 10 12. 12. Aha. S olacaq 52 çıx 2 50. 50. Aha. Cavab da elə 50 olacaq. İndi gələcək, yoxa keçəcək. Dəqiqə. Hə, yoxa gedəcək orada Ha, 50 cavab da olacaq. olacaq 50. Düzdür. Düzdür. Bəli. Amma yəni imtahanda olsan, burada bunu dövrə sırayla baxmadığın üçün buradan getmişdi Nahid. Asan bir sualı ki aparmışdım. Diqqətli olmaq lazım. 26-cı sual. Kim yazmır bayaqdan kimə deyək? Altay bax 26-ya. Sonrakına da 27-yə də nəzrinsən baxarsan. Birinci baxırıq P5-dir. Sonra sonuncu qiyməti 320-dir. Hər dəfə də 2-yə vurur. Ona görə P deməli birinci dəfə 2-yə vuranda 10 olur. Sonra 20 olur. Sonra 40 olur. Sonra 80, sonra 160, sonra 320 olur. 320 olanda çıxıb yəni. Hı -hı. 1, 2, 3, 4, 5 dəfə dövr eləyib. Hı -hı. Deməli, P-nin qiyməti 320 olması üçün deyir, enə ən böyük nə verə bilərik? Bizdən soruşur Tamam. ki.
P də hər dəfə 2-yə vurulub deyə. Sən dövrün 5 dəfə tapdın ki, dövr neçə eləyib dövrün çıxıb. gedibdir. Aha. İndi 5 vur orada da enindən də hər dəfə 8 çıxır da. 5 vur 8 40 eləyir. Nəyin də məsələn hər 40 çıxmalıyıq ki, 5-ci dövrdə 50-dən kiçik olsun, dövrdən çıxsın. O da 89 eləyir deyəsən. Yox. Yox, səhvli oldu deyəsən. Səhvli oldu. Gəl bir də baxaq sualımıza. Deyir ki, P-nin çapa veriləcək qiyməti 320 olacaq. P sonunda 320 olur. Düzdür. Buna Aha. əsasən biz dövrümüzü tapa bilərik. Düzdürmü? Çünki P-ni 2-yə vura-vura edibdi ki, P sonunda 320 olubdu. 5-i vurduq dedik ki, 2-yə nə oldu? 10 oldu. 10-u vurduq 2-yə 20 oldu. 20, Vur sonra 2, 40, 40. 40 vur 80. 2, 80. 80 vur 2, 160. 160 vur 2, 320. Düzdür. Aha. Deməli 1, 2, 3, 4, 5, 6 dəfə dövr edib. 6 dövrümüz olub. 6 dövr verib bizə. 6 dövrdə də Hadi hər dəfə 6. n-dən 8 çıxıbdı. N-dən 48 eləyir. Deməli 6. O da eləyibdi, neçə? 48 çıxıbdı. Aha. İndi baxın. 97 də Bizdən ən böyük qiyməti istəyir. Hə, 97-dir. var. İzah eləmək istədik. 50-nin üstünə orada 6 vur 8 gəlir. Enindən axı hər dəfə 8 çıxır. Bu da 6 dəfə dövr eləyib. Hər dəfə 8 çıxır deyə 48 çıxıb nəticədə. Aha. 50-nin üstünə 48 gəlir. Eləyir 98. 98 olsa yenə sonda bir dənə də dövrə girəcək. 50-nin özünə bərabər olacaq. Ona görə də 97 qoyuruq ki, cavab alınsın 49, dövrdən çıxsın 6-cıda. Düzdür. Düzdür. 27-ci suala. Sübhan bax. Müəllim, burada birinci paraleloqram daxil olmayla çap olmadı. Aynen C. Rom şərtdir D. O üçüncü fiqurda demək alqoritmin başlanğıcının sonudur. B ilə Y. Beynən 7. Düzdür. 28-ə Fatih bax. Hı. Hə, baxıram. Burada A və B dəyişənlərin qiymətlərini daxil edir. A ilə B-ni veririk. Hı. A ilə B-ni. Sonra şərt blokunda yazırıq ki, A B-dən böyükdürsə, hərdə yazırıq ki, A bərabərdir A plus 10. Sonra da ki, yazır ki, B bərabərdir B vurulsun 3. Sonra dövr təzədən qayıdır şərt blokuna. Deyir ki, A B-dən, ikincidə deyir ki, A qiyməti B-dən böyükdürsə. Aha. Hə. Bunda deyir ki, hərdirsə, deməli, uşaqlar lövhəni tərpətməyin. Nəzir nərdəyir? Görürəm oradan. Nəzir, muşkanı boşda. Hı. Aha, onda üçüncü addıma keçirik. Hı. Hə, o üçüncü addımda yazır ki, A bərabərdir A plus 10. Sonra da ki, yazır B bərabərdir B vurulsun 3. A bərabər A plus 10. B bərabərdir B plus 3. B vur 3. A, Vur. B vur 3, hə. Sonra dövr təzədən qayıdır şərt blokuna. Burada bu hər qoluydu da. Yox qolunda da ki, yazacağıq ki, A bərabərdir İkinci A addım. üstə gəlsin, B vurulsun 2. Sonra da ki, çapada A-nı A verir. bərabərdir A plus 2B. Və sonra da ki, A-nı yazır. Aha, nəticəni A dəyişəninin qiymətini çapa verin. Çapa verək A-nı. Doğrudur Fatih. Qəşəng. 29-a Nəzrin bax. Nəzrin. Bəli. 29-cu suala bax. Necə yazarıq? N sayda ədəd verilib. Hı.
Müsbət olanların ədədi ortasına, mənfi olanların isə hasilini istəyir. Aha. Necə yazarıq? Müsbət olanları qalığı 2-yə 0-dırsa, müsbət ədəddir. Birinci giriş bloku verək də, düzdür? N sayda. Aha. Sonra hansı dəyişənləri verməliyik? Bizə ədəd orta üçün nələr lazımdır? S toplamaq, bir də S-nə verin başlanğıc qiymətin. 0. 0. Aha. İ'miz 1, Olanların, mənfi olanlarla nəyi tapmalıyıq? Hasilini hasilini tapmalıyıq. Nə verim onda? Neçə ilə verim? 1. 1-lə. İndi N-ə çatmaq üçün bir dənə də sayğac lazımdır. Onu necə eləyək? N'dən kiçiyi bərabərdir I. Yox, hansı dəyişən qoyaq bura ki, N-ə çatsın. Bir addım geçsin. N-ə. Sayğacımız nə idi? Hı? Cəmi Bir də I addımlarımız. Hə. Neçə qoyduq I-nə? kiçikdir, bərabərdir. I-nin başlanğıc qiymətini dedim. 1 də qoya bilərdik, 0 da qoya bilərdik. Aha. Aha, indi şərti verdik. Şərtimiz nədir qızım? N, I, yox. I. I 2-yə böləndə qalıq 0-dırsa müsbətdir. Yox, hələ yox. Bax, burada iki şərtə ehtiyacımız olacaq qızım. Birinci nə olacaq? N sayda ədəd olanda dövrdən çıxsın. Yəni nə qoymalıyıq? I kiçikdir, bərabərdirmi N-dən? Bəli. Aha. Hə. Yox. Şərtə gəldik. İndi uşaqlar kim mən deyər? 1 qoyanda kiçikdir, bərabərdir qoyurduq, yoxsa 0 qoyanda kiçikdir, bərabərdir qoyurduq? Bir də kiçikdir. Aha, amma 0 qoysaq nə qoyacaqdıq? İyini Kiçikdir. versəm nə olacaqdı? Kiçikdir olacaqdı. Düz, çünki 0 olanda bir vahid artıq gələcəkdi. Hə, indi hərdə nə verəcəyik qızım? Ədəd ortasını hesablayacaq. Nəyin ədəd ortasını? Hanı ədəd hanı ki, onun ədəd ortasını A hesablayaq? dəyişənini əlavə edirik. Ay sağ ol. A dəyişəni gəlir bura. Sonra nə edirik? Yox. S bərabər. Aha, bayaq dediyini elə indi. Hə, müsbət olmasını. Aha. A faiz işarəsi 2 bərabərdirsə 0-a. Faiz işarəsi 2 nədir? O cüt deyil o. Cütlər tapmırıq. Müsbət olan hara, cüt olan hara qızım Nəzrin? Hə, 0-dan böyükdürsə. A böyükdür, bərabərdirsə 0-dan. Hə. Yox. Niyə böyükdür, bərabərdir qoydum uşaqlar? Niyə 0 halını bu tərəfə saldım? Kim cavab verər? Kim bilirsə Sıfırın nədir belə müsbət mənfi olmağına baxırsınız deyə. Yəni 0 olsa, ədəd 0 olsa, niyə bu tərəfə getsin? Kiçikdir A, kiçikdir, bərabərdir də 0 qoya bilərdim də. Müsbətin ədədi ortasını deyir də, 0-ın cəmi zaten heç bir şey eləmir, amma 0-ın hasili 0 eləyir. Bəli, bəli, bəli. Kim idi o cavabı verən? Mən. Nuray. Nurayın səsinə oxşa. Afərin. Çünki 0 olsa bu müsbətdə ədəd ortaya heç bir təsir eləməyəcək. Amma 0 olsa hasildə 0-a vursan bütün hasili 0 eləyəcək. Aha, həyə getdik. Dedik müsbətdirsə nə etsin qızım? S bərabərdir. S plus A. S plus A. I də bərabərdir plus 1. S plus A. I də bərabərdir I plus 1. Bura başqa üçün lazım deyil səncə? Bunların sayını saymayaq. Xeyrə getsə o dəyişəni verək ədəd. Bunların sayını saymayaq ki, neçə dənədir? İkisi də bərabərdir N-lə.
Gəl bir dənə də k qoyaq bura. K bərabərdir k plus 1 edək. Niyə? Çünki bunun axıda ədəd ortasını tapmalıyıq axı biz. Bəli. Aha. Yoxdursa nə olsun? Mənfidirsə nə olsun qızım? Ədədi orta yoxdursa hesablasın, o bərabərdir S bölü N. P yox. Mənfi olanların da hasilini tapmalıyıq da. P bərabərdir. P vurulsun A-ya. Əgər mənfidirsə. Yenə i-ni artırmalıyıq. I istənilən halda artırmalıdır ki, n dənə ədəd olsun. Birləşdirik. Nə vaxt ki i-lər qutardı, yəni n-ə çatdı, yəni n dənə A daxil olundu. Yoxa gedəcək. Yoxa gedəndə nə olacaqdı? Ədədi ortanı tapmalıdır da. İndi sən deyən indi olur. S Yəni bərabər orada S sayıya bir dənə bölünsün. sıfır verməliyik. Verməliyik. Prosto yuxarıda qalır. Getmədim bir də yuxarı. Aha, S bərabərdir S bölünsün. Nə olacaq Nəzrin? N. N yox. N K. ümumi ədədlərin sayıdır. Biz müsbətlərin ədəd ortasını tapırıq axı. Bax, Onda K. K ilə saydıq. S bölünsün K olacaq. S bərabərdir S bölünsün K. Sonra da nə edəcəyik? Çap edəcəyik. S-i də, P-ni də. Qaydaq buradan da bir dənə K əlavə eləyək bura. K da bərabərdir. Nədən başladıq? Sıfırdan K-nı saymağa. Belə, bu qədər. Bu bitdi. Bundan sonrakına. Altay bax. 30-cu suala. 30-am. Aha. Dəqiqə. Mən burada hər dəfə məsələn məxrəzdəki 2 vur 2-dir də. O birisində 3 vur 4-dür. 2 üstə gəl 1 sonra məsələn 2 vur 4-dən yoxsa 2 üstə gəl 4-dən. Bu tərəf 6 olmalıdır. bu tərəf n üstə gəl 1-lə artır, düsturda verib də. O birisi tərəfdə 2n-lə artır. Sənin əslində burada cəm düsturun var da, sənə heç nəsə lazım deyil. Onu i ilə əvəzləyib qoya bilərsən yerinə. Baxaq nə etdiyimizə. 2 qaydada yaxşı, gəlin bunu mən yazım. Deyim müəllimə, mən yox. Kimdir Nuray sənsən? Aha, bəli müəllim. Haddinə. Birinci n-imizi daxil edirik. Mhm. Sonra bir dəfə S-ə 0 veririk, i-yə 1, bir də k-ya 1 veririk. Mənfi k eləyəcəm, belə. Mənfi 1 verək bəlkə. Mənfidən, mənfidən başlamış, Aha. görməm. Sonra i nə qədər ki kiçikdir n-dən, kiçik bərabərdir. Yazıq S bərabərdir. Həqiqət. Sonra S bərabərdir S plus Mhm. K vurulsun X orada, X bölünsün I plus 1 mötərizədə. Vurulsun 2, vurulsun 1. Onların özü də bir mötərizədir. 2 vurulsun i. Bağlayacağım tamam. Aha. Sonra yazırıq K bərabərdir mənfi K. Üstü. Birinci X-ə bərabərdir X. Hı? Və bu ikisinin üstü. X-in üstünü indi birinci deyirəm də mən. Hansı birinci deyirsən? Birincini ötürdük ya, S-i yazdıq. Şey. Hə, Onu da yox, onun bundan üstündə sonraki dedi. X Qəşəng gəlmisən. bərabərdir. Onu da onun üstündə dedi elə. İkiz üstü falan şey bölünsün buna elə də elə bir dəfəlik. Hə, bir dəfə, yaxşı mən edirəm. Mən birinci ondan sonrakını onu deyəcəydim. Yox, gəl bunu eləyək, belə eləyək. Bax. Bunu yazaq ki, burada elə. Bunu poza bilmirəm. Qələm hara getdi? Hə, pozam. Saniyə pozum. İkiz üstü qüvvətdə də, yəni. 2 minus 1. Bizə saniyə Nəzrin. Hələ dinc dayanmır. Aha.
X üstü. Ay Nəzrin. Mən əl vurmuram. Sənin muşqandır. Gəzir orada görürəm. Nəzrin muşqası gedir oradan. Sənin muşqan tərpənən kimi azalır şey. Ekran. Mən telefondayım. Nədir? Telefonla qoşulmuşam. Hə, əlin yəqin onda monitora dəyir. Sönməsin deyə əl vurursan. Yox, mən telefon qıraqdadır mən. Biz niyə elə olur görəsən? Nə bilim. Aha, X üstü 2 vurulsun I 2 vur Evet. I. Aha. Çıxılsın nə? 1. Bunu da bir ümumi mötərizəyə al. Çıxılsın. Ben ondan sonra yazacaqdım onu. Bölünsün. Çıxılsın nə idi? Axı burada birinci S-i hesablamış olacaqdın. Necə müəllimə? Sən burada S-in üstündən bunu gəldin. Düzdür? Hı. Sonra təzədən onu hesablasan necə orada əlavə Yo, eləyəcək? X-i bundan sonrakında X-in bu dediğimiz düsturun yazacaqdım. Sonra K'ya mən. Hər dəfə dəyişəcəkdin. Aha. Hə, elə də olarmış. Elə də olarmış. Hə, olarmış elə də. Fərq yoxdur. Bir yerdə yazaq geçsin də niyə əziyyət çəkirsən ki? I+1 vurulsun. 2 vur. N. Bunda bir mötərizəyə alın. Ha, vəssalam bu S-imiz. Uşaqlar Sonra K'ya mən I, ifadə I, edirik. 2 vurulsun I. Uşaqlar bir dənə düsturdakı i-ləri, n-ləri i ilə əvəz elədiniz. Vəssalam. Üstünə gəldiniz. Hətta heç bu K-nı yazmaya da bilərdik. K-nın yerinə də mənfi bir üstü i qoyardıq. Yəni K-nı da yazmaya bilərdik. Problem deyildi. Hə, sonra nə edirik? Nuray. K bərabərdir mənfi K, sonra dövrə qayıt. Mənfi K. Yox. Dövrə qayıtmırıq Nuray. Neyinirik? İ'nin üstünə bir gəlir. Hə, o hər şey unut. I+1 edirik. Hı hı. Sonra Salam qayıdırıq. Yəni deyirəm ki, bu qabırğa hissəmizi bilirsiniz də qabırğa hissəmiz nədir? N-i daxil etməliyik. Onsuz da x-dir bərabərdir n qoymalıyıq. S-ə qiymət verməliyik. Bunu hamısını da eləyirik. Burada da eyni. Burada da bir dənə axırıncı həddəki i-ləri n eləyirsiniz. N-ləri i eləyirsiniz vəssalam. Yəni burada əksinə bu digər alqoritmlərdən də asandır. Burada qorxudurlarsa özünüzü qorxudacaq bir şey yoxdur. Hə, uşaqlar bu bitdi. İndi mənə deyin görün biz qrafları bundan işləmişdik ya yox. İşləmişdi müəllimə. Dərsdə işləmişdi özü deyəsən. İşləmişik qrafları dəqiq. Məncə Yadımda deyil. Başqa şahid var. Demək ki, müəllimə, onu işləmişik. İşləmisiniz? Mən fikirləşdim qrafları. İşləmişik müəllim. Heç nə onda bugünlük bunu işləyək. Bir 2-3 gün sonra da vaxtınız olsa yenə bir dəfə qoşularıq. Hansısa bir test işləyərik ara-ara. Çünki oldu dərs müəllim. tam çatdırmaq olmur. 1 saat bunu ayırmaq istəmirəm. Oldu uşaqlar, hələlik sağ olun. Səsim Sağ batmasın. olun. Çox Sağ olun. sizlə vaxt keçirəcəyik. Təşəkkür etdim müəllimə, sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ ol müəllim. Sağ olun.